Salam Çinarə, hər vaxtınız xeyir olsun. Bəli, bir neçə gündə ölkə ərazisində intensiv şəkildə yağan yağışlar nəticəsində yollarda qəza riski daha çox artır. Çünki yer səthi sürüşkən olur və belə olan halda adi günlərlə müqayisədə riskə, yəni təhlükəyə məruz qalma şansı insanların daha çoxdur. Və bu baxımdan da Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciəti ünvanlayıb və müraciətin detallarına nə qeyd olunur bundan bağlı informasiyanı ilə hazırda qonağım Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyevdən əldə edəcəyik. Xoş gördük Elvin bəy. Buyurun, müraciətin detallarını sizdən işləyik. Salam, hər vaxtınız xeyir olsun. Bəli, qeyd edim ki, artıq 2 gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Xidmət tərəfindən Bakıda və Abşeron yarımadasında, eləcə də Respublikanın bəzi bölgələrində hava şəraitinin qeyri-sabit və fasilələrlə yağış yağacağı bildirilmişdi. Biz də Baş Dövlət Yol Polisi İdarəsi olaraq bu müraciətə əsasən öz müraciətimizi media subyektləri və sosial şəbəkə segmentləri vasitəsilə hərəkət iştirakçılarının diqqətinə çatdırmağa çalışdıq və yaratdığımız fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, hər bir hərəkət iştirakçımız, avtomobil idarə edən sürücülərimiz bilməlidirlər ki, hava şəraitinin qeyri-sabit olması, asfalt örtüyünün yaş olması, sürüşkən olması qəzaya risk yarada bilər, daha tez qəza baş verə bilər. Ona görə də belə hava şəraitində sürücülər daha diqqətli olmalıdırlar, ara məsafəsini normadan artıq saxlamalıdırlar, sürət həddini minimuma endirməlidirlər, nəzərə almalıdırlar ki, görünüş məsafəsi məhdudlaşdığı üçün hava şəraitinin yağışlı olduğu zaman adi günlərdən fərqli olaraq daha məsuliyyətli və diqqətli davranmalıdırlar. Sürət həddində minimuma endirməlidirlər, avtomobili texniki cəhətdən saz vəziyyətdə idarə etməlidirlər, avtomobilin şüşə sirgəsləri, xarici işıq cihazları tam işlək vəziyyətdə olmalıdır. Eləcə də yol hərəkətinin ən müdafiəsi iştirakçısı olan piyadalar da hava şəraitinin çətin və təhlükəli olduğunu unutmamalıdır. Avtomobil sürücülərinin yolu görməkdə çətinlik çəkdiklərini unutmamalıdırlar. Onlar üçün nəzərdə tutulan yerlərdən keçməlidirlər. Bəzi hallarda təəssüflə qeyd etməliyəm ki, piyadalar nəzərdə tutulmayan yerdən qaçaraq keçirlər. Hansı ki, baş verən qəzalar da daha çox elə piyada keçidlərin yaxınlığında, yeraltı və keçidlərin yaxınlığında baş verir. Və bir məsələni də qeyd edim ki, hal-hazırda Respublikanın bütün bölgələrində polis, o cümlədən Dövlət Yol Polisinin əməkdaşları tərəfindən tam gücləndirilmiş iş rejimində xidmət aparılır. Əsas məqsədimiz sürücülərimizin, hərəkət iştirakçılarımızın mənzil başına rahat və təhlükəsiz çatmasını təmin etməkdən ibarətdir. Hərəkət iştirakçılarından da xahişimiz qaydalara tam ciddi riayət etsinlər. Bu qeyri-sabit hava şəraitini rahat və təhlükəsiz şəkildə gedib mənzil başına çatmaq üçün hər birisindən xahişimiz qaydalara tam ciddi riayət etsinlər. Unutmayaq ki, yol birgə məsuliyyət yeridir. Təşəkkür edirəm informasiyaları bizimlə paylaşdığınız üçün. Bəli, bir neçə gündə ölkə ərazisində hökm sürən hava şəraitinin yaratdığı fəsadlardan biri də elə məhz yollarda baş verən qəzalardır. Eyni zamanda havanın da bəzi saatlarda dumanlı olduğunu nəzərə alsaq, bu baxımdan görünüş məsafəsi məhdudlaşır ki, belə olan halda da sürücülər qarşılarına çıxan anidən hər hansı bir maneəni və ya cismi görməkdə çətinlik çəkirlər və qəza şəraiti ilə üz-üzə qalır. Bu da insanların həm həyatı, həm də əmlakı üçün təhlükə deməkdir və bu baxımdan da elə ünvanlanan müraciətin detallarını diqqətdə saxlamaqda fayda var. Çatdıra biləcəyimiz informasiyalarsa bu qədərdir. Sözü yenə də sizə ötürürəm. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı bizə çatdırdığına görə.